Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri zamanı külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb. Belə ki, ölkəmizin ərazisindən tranzit keçməklə İrandan Rusiya Federasiyasına kərəviz və kahı yükü aparan nəqliyyat vasitəsi gömrük nəzarətinə cəlb edilib. Stasionar rentgen qurğusunda aparılan baxış zamanı yük avtomobilində şübhəli cizgilər müşahidə edildiyindən nəqliyyat vasitəsi ətraflı yoxlanılıb. Gömrük baxışı zamanı kinoloji xidmət itinin tətbiqi ilə aparılan yoxlama nəticəsində nəqliyyat vasitəsində yerləşdirilmiş 2 paletdə gömrük nəzarətindən gizlədilən narkotik vasitələr aşkarlanıb. Araşdırmalar zamanı xalis təmiz çəkisi 58 kq 610 qram həşiş və 89 kq 705 qram marixuana olmaqla ümumilikdə 148 kq-dan artıq narkotik vasitə müəyyən edilib. Aşkar edilmiş narkotik vasitələr dərhal qanunsuz dövriyyədən çıxarılıb. Faktla bağlı müvafiq hüquqi prosedurlar həyata keçirilir. Araşdırmalar davam etdirilir. Qeyd edək ki, Dövlət Gömrük Komitəsi tərəfindən narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə istiqamətində kompleks tədbirlər ardıcıl şəkildə davam etdirilir və bu cür qanunsuz fəaliyyətlərin qarşısının alınması məqsədi ilə müasir texniki vasitələrdən və peşəkar kinoloji xidmətlərdən istifadə olunur.